dönem fikirləşdim ki, Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan konfliktinin artıq 13 yaşı var. ATƏT Minsk qrupunun 9 yaşı var. Ama görün neçə illər keçibdir, məsələ həll olmayıbdır. Biraz da eğer ləngisək, ATƏT Minsk grupu böyük bir oğlan olacak, onu geri evlendirək. Yaxud ola bilər qız olsun, onu ərə verər. Bu daha tez ola bilər. Ona göre biz düşünməliyik, ne kadar bu yaşlar artacaktır. Təsəvvür edin, Fransa'nın prezidenti mənə deyir, siz niye bizim Minsk grubunda həmsədr olmamızın əleyhinəsiniz? Mən isə ona deyirəm ki, benim sizə böyük hörmətim var. Fransa devlətinə hörmətimiz var. Ama burada erməni diasporası çok güclüdür. Onların bazıları devlet strukturlarında çalışırlar. Ona göre de burada Fransa'nın hemsədrliği bizim meselenin hal olmasına mani olabilir. O ise bana deyir ki, siz səhv edirsiniz. Bizim Ermənistanla həqiqətən əlaqələrimiz yaxşıdır. Ona göre bizim Ermənistana təsir etmək imkanımız başka ölkələrdən daha da artıqdır. Ama buna baxmayaraq, mən Fransa'nın həmsədrlik etməsine etiraz ettim. Ama iş onda değil. İş bu faktın özlüğündedir. Biz 2 dəfə Minsk grubunun təkliflərini kabul edəndə, Ermənistan kabul etməyəndə, heç kəs Ermənistanı suçlamadı, günahlandırmadı, qınamadı, məhkum etmədi ki, ne için o bu təklifləri kabul edir? Ama biz teklifi kabul etmeyiniz, bunun teklifini kabul etmeyende bizim aleyhimize məqalələr yazılır, bizim aleyhimize çıxışlar gedir ve bizi mecbur edirlər ki, biz bu formulanı kabul edelim. Ona göre de bizde böyle bir təəssürat yaranır ki, Minsk grubunda da ədalətsizlik prinsipləri özünü gösterir. Bunda biz kime inanalım? Bütün bu aparılan danışıqlarda, Minsk grubunun verdiği təkliflərdə bir şey aydındır ki, bunlar Dağlıq Qarabağa müstəqilliyə yaxın bir status verməklə məsələni həll etmək istəyirlər. Yaxud da ki, tamam müstəqillik vermək. Bu Minsk qrupunun bütün bu təkliflərindən bu görsənir, başqa bir şey yox. Biz də buna razı olmamışıq və razı ola bilmədik. ATƏT-in sədrinə də mən bu fikirlərimi çatdırasınız. Mən arzu edirəm ki, o burada olanda heç olmasa bir 3-4 saat ayırsın.